Hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Bugün sizlər üçün vəsaitə yeni əlavə olunmuş təfəkkür mövzusundan bir sualın izahını verəcəm, testin izahını verəcəm və bu izaha keçməmişdən əvvəl bir şeyi qeyd edeyim ki, bizim hər ay bildiyiniz kimi yeni qruplarımız açılır və qruplarımız kiçik qruplar şəklində təşkil olunur. Niyə görə kiçik qruplar şəklində təşkil edirik? Çünki müəllimlərlə birbaşa biz sual-cavabda oluruq. Yəni, müəllimlərin öyrənməsini təmin edirik. Burada öyrənmə prosesi gedir. Müəllimlərə nəyisə əzbərlətmirik. Müəllim tam şəkildə mövzunu mahiyyət olaraq başa düşür və bu tipli suallar üzərində biliklərini möhkəmləndirməyə çalışırıq. Və siz də həmin qruplara qoşulmaq istəyirsinizsə, yuxarıda qeyd etdiyim nömrənin WhatsApp və mobilnisinə yazmağınız kifayətdir. Zəng vurmağınız kifayətdir ki, həmin qruplara qoşula biləsiniz. Deməli, müəllimlər, mart ayında cəmi 2 qrupumuz olacaq. Artıq bir qrupumuz dolmaq üzrədir. Digər qrupumuza da qeydiyyat başlayıbdır. Bir qrupumuzla mart ayının 2-sindən üzr istəyirəm. Digər qrupumuz mart ayının 10-unda dərslərə başlayacaq. Qruplara qoşulmaq istəyirsinizsə, yuxarıda qeyd etdiyim nömrə ilə əlaqə saxlamağınız kifayətli müəllimlər. Və keçək izahımıza. Baxın görüm sualımız nədir, sualımızın cavabı nədir və niyə cavab həmin variantdır. Müəllim şagirdlərə ailə büdcəsinin planlaşdırılması ilə bağlı konkret situasiya təqdim edir. Şagirdlərdən tələb olunur ki, verilmiş gəlir və xərcləri nəzərə alaraq aylıq büdcə tərtib eləsinlər. Xərcləri prioritetləşdirsinlər və qənaət üçün real addımlar müəyyənləşdirsinlər. Bax, sualı oxuduqdan sonra tez bazar cavablara baxmayın müəllimlər. Siz sualı bir də oxuyun. Çalışın onu bir-iki dəfə oxuyasınız. Diqqətlə oxumağa çalışın ki, baxaq görüm sualda nə var, nə yox. Baxın, görürük ki, müəllim şagirdlərə bir situasiya, real həyatı bir situasiya veribdir. Situasiya verir, təqdim eləyir. Şagirdlərdən nə tələb olunur? Tələb olunan nədir? Buna baxaq. Verilmiş gəlir və xərcləri nəzərə alaraq aylıq büdcə cədvəli tərtib etsinlər deyir. Baxın. Müəllim şagirdlərə ailə büdcəsinin planlaşdırılması ilə bağlı bir situasiya təqdim elədi, düzdürmü? Gündəlik həyatdan bir problem təqdim eləyibdi onlara. Və şagirdə də deyir ki, sən real məhdudiyyətləri nəzərə alaraq, məsələn, ailənin gəliri ilə xərclərini nəzərə al, aylıq bir dənə büdcə cədvəli sən tərtib elə. Bu situasiyanı verməkdə müəllimin məqsədi bilirsiniz nədir? Şagirdin nəzəri biliklərini bacarığa çevirməyə çalışır müəllim burada. Yəni, sənin nəzəri biliklərin var, hansısa bir dəftərə yazdığın biliklərin var, onları praktikada tətbiq elə. Müəllimin məqsədi burada budur. Praktik təfəkkürünü şagirdin inkişaf elətdirir. Yəni, sənin nəzəriyyə biliklərin dəftərdə qalmasın, deyir, yazdığın bir yerdə qalmasın, onu gətir tətbiq elə. Görün, bilirsənmi tətbiq eləməyi? Şagird burada real məhdudiyyətləri nəzərə alacaq və büdcə cədvəli tərtib eləyəcək. Qənaəti nəzərə alacaq, real addımlar müəyyənləşdirəcək. Baxın, burada cavab praktik təfəkkür olur. Praktiki təfəkkür. Aydın oldu mu müəllimlər? Bu tipli suallardan bolca işləmək istəyirsinizsə, qruplarımıza qoşulun müəllimlər və dərslərimizdən yararlanmağa çalışın. Sağ olun, özünüzdən müğayət olun.